və həmin bu üç oğlan bu uşağa təcavüz edirdi. Və uşaq həddindən artıq çox qışqırırmış, bağırırmış, gücü çatmayıb. Bir qız uşağı, 3 dənə də oğlan uşağı, yaşıd olsalar da belə meşəlik bir yer. Görün nə qədər assosiasiya olunub. Meşəlik ora assosiasiya olunubdu, ağaclar assosiasiya olunub, quşların səsi assosiasiya olunubdu. Mən o seans müddətində hamısı üzə çıxırdı. Və mən həmin o uşağa seans elədim. Seansı bitirəndən sonra hardasa bir 2 ay, yarım 3 ay bizim terapiya metodunun vaxtımız çəkdi. 3 aya mən pasiyentlə 2 ay, yarım 3 ayla tam sağalmanı əldə edəndən sonra valideynə dedim ki, nə barədə uşağı təkrar minimum 6 ay müddətində ağaclıq meşəli olan bir yerə aparasınız. 3 ay sonra ana baxır ki, uşaq hər şey əladır. Gəzirlər parkazada yoxlamaq üçün parka görüb uşaqda heç bir şey yoxdur. Deyib, vəbşim nə edirəm? Əhməd dedi də özü üçün də. Uşağı götürür, düzəlib də artıq. Gediblər həmin o pirə, bir dedirəm axı meşənin içərisində bir 50 metr gedəndə uşaq təkrar eyni vəziyyətə düşmüşdü. Batmanla gələn misqaldan çıxır. Yəni tonla gələn qramla çıxacaqdı. O zamanı biz ona tanımalıydıq. Əfsus olsun valideynin necə deyərlər, səbirsizliyi, valideynin təkəbbürlülüyü övladın təkrar eyni vəziyyətə qayıtmağına səbəb olmuşdur.